Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən Şamil Şirinov. Bugün sizinlə ingilis dilindən növbəti sınavımızın izahına baxacağıq. Gəlin vaxt itirmədən suallarımıza keçid edək. İlk öncə listening sualları ilə başlayırıq. Listening suallarını daha yaxşı anlamağınız üçün hal-hazırda audio skript formasını göstərəcəm. Yəni listening suallarının yazılı formasını sizə göstərəcəm. Orada daha dəqiq şəkildə həm yazılışı, həm də reading formasını görəcəksiniz. Gəlin keçid edək həmin hissəyə. Hal-hazırda bizim listeningin yazılı formasını görürsünüz. Gəlin görək söhbət nədən gedir. Daha yaxşı anlamanız üçün həmin bu hissəni ekranda skrin eləyib, bir tərəfdən oxuyub, bir tərəfdən də suallara baxıb listeningi daha yaxşı anlaya bilərsiniz. Vaxtını mən əvvəlcə oxuduğum üçün listeningin bu yazılı formasını gəlin bir yerdə listening suallarını cavablayaq. Okay, birinci sualımızda nə deyir bizə? Deyir ki, choose the correct statement according to the passage. Yəni deyir, mətnə əsasən, yəni passage-ə əsasən düzgün olan cavabı seçin. A variantı nə deyir? Deyir ki, Ashley broke the world records when he was just a kid. Deyir ki, yəni ki, o daha uşaq olarkən və yaxud nə vaxt ki, uşaq idi, yəni rekord qırır. Amma bu haqda bizdə məlumat yoxdur. Ona görə A variantı səhvdir. B variantı nə deyir? No one in the world has set more records than Ashrita. Deyir, dünyada heç kəs Ashrita'dan daha çox rekord qırmayıb. Yəni bizdə də mətndə də onsuz bunu deyirdi ki, yəni heç kəs ondan daha çox rekord qırmayıb. Yəni düzgün cavabımız olur nə? B variantı. C, D, Y bunlar da səhv olur. Sonra ikinci suala keçirik. When Ashrita came to search in 24-hour bike race in 1978 deyir nə vaxt ki, Ashrita 1978-ci ildə 24 saatlıq velosiped yarışında 3-cü gəldi. Yəni cümlənin xəsini tamamlamalıyıq. Və orada da deyir ki, həmin bu prosesdən, bu hadisədən sonra o yenidən rekord qırmağa həvəsli olur. Yəni davam etmək istəyir bunu. O da bizdə olur elə A variantı. Decided to continue breaking records. Olur nə? A variantı. Sonra üçüncü sual. Deyir ki, which of the following questions does the passage answer? Deyir, aşağıdakı suallardan hansının mətndə cavabı var? İndi görək A variantı nə deyir? Where did Ashrita train and meditate? Deyir, o harda train eləyirdi, yəni məşq edirdi və meditasiya eləyirdi. Bu barədə məlumat yoxdur. Sadəcə deyir ki, yəni o train edirdi və meditasiya eləyirdi. B variantı nə deyir? Why did Ashrita give up after his first failure? Deyir, onun ilk failure-ından sonra niyə, yəni bu işdən əl çəkir, dayandır. Amma belə bir şey yoxdur. Orada deyir ki, yəni daha həvəslə çalışır hətta. C-də nə deyir? What did Ashrita do to achieve his success? Deyir ki, öz uğuruna nail olmaq üçün nə elədi? Nə etdi? O da nə edirdi? Yəni orada var idi. Meditasiyalar eləyirdi, çoxlu cəhdlər eləyirdi, treyninqlər eləyirdi. Yəni bunların hamısını eləyirdi. Deməli C variantı olur bizim düzgün cavabımız. Deyir, who supported Ashrita in his choice? Deyir, ona bu seçimində Ashrita'ya kim dəstək oldu? Bu barədə məlumat yoxdur. Y variantı. When was he born? Nə vaxt doğulub? Bu barədə məlumat yoxdur bizdə. Və dördüncü suala baxırıq. Deyir, it's clear from the passage deyir ki, mətndən aydındır ki, Ashrita chose the ideas that could be easily realized. Deyir, yəni o, belə deyək, asanlıqla həyata keçirilə bilən ideyalar seçmişdi. Yəni bu barədə belə bir şey yoxdur. Yəni onun ideyaları çətin idi ki, dünya rekordu qırmaq idi. Yəni asan bir şey deyildi. B variantı. Ashrita chose challenging and funny ideas. Deyir, o əyləncəli və çətin ideyalar seçmişdi. Bizə də listeningdə deyirdi ki, onun seçdiyi ideyalar çətin idi, əyləncəli idi, belə deyək, uşaqvari idilər. Yəni ona görə onun ideyaları nə olur? Elə B variantı. Yəni C-də nə deyir? Ashrita was a good athlete in his childhood. Deyir, uşaqlığında yaxşı atlet olmuşdu. Amma belə bir şey demir. Deyir ki, he wasn't good athlete when he was a child. Belə bir şey deyir, orada səhv eləmirəmsə. D-də nə deyir? Ashrita learned meditation after entering the race. Deyir, yarışa girəndən sonra meditasiya öyrənir. Amma orada elə bir şey demirdi. Orada deyirdi ki, belə bir şey deyirdi, səhv eləmirəmsə. O uşaqlıqda yəni düşünürdü ki, yaxşı atlet deyildi və belə deyək, yəni yaxşı atlet olduğunu düşünmürdü, amma sonra meditasiya öyrənir və meditasiya sayəsində bu fikirləri dəyişir. Yəni ki, o meditasiyanı yarışa girməzdən əvvəl edirmiş. After entering, yəni yarışa girəndən sonra etmirmiş. Ona görə D variantı səhvdir. Y variantı. He did not practice a lot. Yəni deyir, çox praktika eləmirdi, yəni çox train eləmirdi. Amma səhvdir. Orada deyirdi ki, o çoxlu, belə deyək, treyninqlər eləyirdi. 5-də nə deyir? What did Ashrita spend most of his life on? Deyir ki, Ashrita öz həyatının çox hissəsini necə keçirdi? Gəlin baxaq görək, burada nədir? Bu sualın cavabını sırf orada listeningdə, yəni belə deyək, direkt şəkildə demirdi. Bu listening qulaq asandan sonra nəticə çıxarmalıyıq.
O da həyatının belə deyək, çox necə keçirdi və hələ də keçirməkdə də səhv eləmirəmsə deyəsən, belə bir şey var idi orada, tam yadımda qalmayıb. O yeni rekordlara imza ataraq həyatın çoxunu keçirməyə çalışırdı. Yəni daha çox rekordlar qırmağa çalışırdı. Yəni cavab necə olacaq o zaman? Beating new record titles olur cavab C variantı. Sonra gəlin keçək listeningimizə. Listeninglərimiz də maraqlı listeninglərdir. Gəlin birinci suallara baxaq, sonra sualların cavabını listeningdən tapıb yazmağa çalışaq. Okay, 6.1-də nə deyir bizə? Helic was one of the most influential city-states of ancient Greece. Deyək, yəni qədim Yunanistanın, belə deyək, ən nüfuzlu şəhərlərindən biri idi. Bu cavab düzdürmü, səhv edilmi? Burada cavabımız true olacaq. Niyə? Çünki burada paragraf 1-də bizdə deyirdi ki, bu Helic'in güclü bir şəhər olduğundan, şəhər dövləti olduğundan söhbət gedirdi. Gəlin görün də harda yazılmışdı. Elə ilk cümlədə burada yazıb ki, the city of Helic flourished as one of the most powerful centers of ancient Greece. Gördüyünüz kimi burada yazılıb ki, yəni ən güclü mərkəzlərindən, belə deyək, qədim Yunanistanın ən böyük mərkəzlərindən, ən böyük mərkəz şəhərlərindən biri olub. Yəni düzgün cavabımız oldu nə? True. İkincidə 6.2-də nədir? Helic's economy prospered due to its inland location, which facilitated trade with neighboring regions. Yəni deyir ki, bu Helic'in ekonomisi, yəni ekonomiyası, yəni özünüz bilirsiniz nə deyir? Prospered, yəni inkişaf etdi due to its inland location. Yəni onun içəri, yəni torpaq sahələrinə görə deyir o inkişaf etdi. Deyir hansı ki onun bu qonşu regionlarla ticarətini asanlaşdırırdı. Amma burada bizdə nə deyirdi mətndə? Baxın, burada ikinci paragrafda yazıb ki, it maintained a flourishing economy. Burada da prosperous economy. Baxın, eyni şeydir. Thanks to its strategic coastal position. Yəni ki, onun, belə deyək, coastal, yəni sahil, yəni dənizdə olan pozisiyasına görə inkişaf etmişdi. Düzgün cavabı o deməli nə? Burada false. Quru torpaqlarına görə deyil, inland quru torpağı nəzərdə tutub orada. Onun coastal position, yəni dənizə olan, belə deyək, pozisiyasına görə inkişaf edibmiş. Sonra 6.3 nə deyir? The city was destroyed by an earthquake and tsunami in the 4th century BC. Deyir ki, yəni şəhər zəlzələ və tsunami tərəfindən dağıdılıb bizim eramızdan əvvəl 4-cü əsrdə. Görək bu səhvdirmi, düzdürmü? Bu barədə 3-cü paragrafda yazılmışdı bizdə. Deyir ki, Helic's prosperity came to a sudden and catastrophic end one fateful winter night in 373, yəni 373, o da eləyir 4-cü əsr eləyir bizim belə hesablamayla. According to ancient accounts, an unprecedented seismic event struck the city, followed by a massive tsunami that submerged Helic. Nə deyir burada? Yəni gözlənilməyən seismik bir hadisə baş verir, şəhəri sirkələyir, yəni şəhəri dağıdır. Followed by massive tsunami. Deyir, sonra da bunun arxasınca da böyük bir tsunami baş verir. Və bu Helic suyun altına belə deyək, qalır, suyun altına qalır. Deməli burada 6.3 oldu nə? True. A var. 6.4-cü sualda bizdən nə soruşur? Deyir ki, the ruins of Helic were discovered immediately after its destruction. Deyir ki, yəni bu Helic'in dağıntıları belə deyək. Deyir ki, onun dağıdılmasından dərhal sonra kəşf edilir, tapılır. Amma bizdə burada 4-cü paragrafda vermişdi ki, yəni 2000 yəni 2000 il boyunca o itkin qalıbdı, yəni tapılmayıbdı. Deməli cavabı olur nə? False. Çünki immediately deyil də tam 2000 il sonra tapılır. Sonra 7-ci sualda nə deyir? By uncovering the remains of Helic, archaeologists were able to. Deyir ki, yəni bu Helic'in qalıqlarını aşkar etməklə arxeoloqlar nəsə edə bildilər. O da harda yazılmışdı bizdə? O da bizdə 5-ci paragrafda yazmışdı onun bu uncover olmasından. Görək nə deyirmiş. Bu hissələrdə yazır ki, bunlar onu tapırlar. Və bu da bir çox evidence-ləri, settlement-ləri, including roads, temples, yəni bir çox yolların, belə yolları, başqa binaları, templeları, yəni məbədləri, başqa artefaktları, yəni incəhən nümunələrini üzə çıxardır. And these discoveries provided invaluable insights into engineering skills of ancient Greeks and the destructive power of geological phenomena. Yəni bu da nə deyir? Deyir ki, və bu kəşflər deyir ki, bu müxtəlif, belə deyək, invaluable, deyir, yəni dəyərli görüşlər verir bu injinerik bacarıqlarına, yəni bu Qriklərin
Yəni belə deyək, bu Yunanların ümumi bu mühəndislik bacarıqları haqqında bunlara dəyərli biliklər verir. Yəni onlarla təmin edir. Deyir ki, və bu belə deyək, bu geoloji fenomenanın dağıdıcı gücü haqqında da onlara müəyyən öngörülər verir, müəyyən biliklər verir, belə deyək. Deməli nə olar burada da? A variantı nə deyir? Disprove the legend of Atlantis as fiction. Deyir ki, bu Atlantis belə deyək, əfsanəsinin disprove edir. Yəni onu belə deyək, qəbul eləmir, onaylamır. B-də nə deyir? Confirm the city's existence and learn more about ancient engineering. Deyir, şəhərin bu varlığını belə deyək, confirm, yəni təsdiqləyir. Learn more about ancient Greek engineering. Deyir ki, qədim bu Yunan mühəndislik haqqında da çox şey öyrədir. Yəni bu düz ola bilər. Görə C variantı nə deyir? Prove that all ancient cities were built with earthquake resistant structures. Deyir ki, yəni sübut eləyir ki, bütün qədim şəhərlər zəlzələyə dözümlü strukturlar tikiliblər. Belə bir şey demirdi. Establish that Helic had no cultural or political significance. Deyir, onun belə deyək, kültürel, yəni mədəni və yaxud siyasi əhəmiyyətin olmadığını göstərir. Belə bir şey demir. Discover that disaster was purely mythical. Deyir, yəni tapır ki, bu fəlakət tamamilə belə deyək də mifologiyadan ibarətdir. Bu da belə bir şey demir. Düzgün cavabımız olur nə? B variantı. Görək 8-ci sualda nə deyir bizə? Burada da 5-ci paragrafın hansı cümlə ilə başlaya biləcəyini tapmalıyıq. Görək 5-ci paragrafda növbəti cümlələr nə ilə başlayır? Deyir ki, it was not until the late 20th century that archaeologists finally located the remains of Helic. Yəni bayaq oxumuşduq burada. Söhbət nədən gedir? Yəni 20-ci əsrin sonlarından etibarən bunlar, 20-ci əsrin sonlarında artıq bunlar bu Helic'in qalıqlarını tapırlar. Sonra orada müxtəlif kəşflər edirlər. Bunlar da həmin o belə deyək, qədim Misir nə idi? Qədim Yunanistan haqqında müəyyən biliklər verir. Yəni o mühəndisliyi haqqında, həmin o zəlzələnin gücü falan haqqında, belə şeylər haqqında məlumat verir. İndi görək 8-də hansı cümlə bizim bu paragrafı tamamlaya bilər. A variantı nə deyir? The story of Helic remained a mystery until modern archaeologists began their search. Deyir ki, bu Helic'in hekayəsi belə deyək, mystery, yəni sir olaraq qalır. Until modern archaeologists began their search. Deyir, yəni bu müasir arxeoloqlar öz belə deyək, axtarışlarına başlayana qədər. Əslində bu ola bilər. Çünki 20-ci əsrin sonlarından danışır ki, onlar artıq onu tapırlar və müxtəlif excavation revealed evidence of advanced urban settlement, including roads, temple falan. Yəni bu əslində uyğun gələ bilər. Görə B-də nədir? Ancient historians believe that Helic was destroyed as a punishment from the gods. Deyək, qədim tarixçilər inanırlar ki, Helic Allahlardan cəza olaraq dağıdılıbdır. Belə bir şey demir. Yəni düzgün getməz ora. Trade roads leading to Helic were blocked after disaster. Deyək, yəni bu ticarət yolları Helic'ə gedən bloklanmışdı bu disasterdan sonra. Belə bir şey uyğun gəlmir ora. The legend of Helic disappeared from the Greek history after its destruction. Deyir, bu Helic'in belə deyək, əfsanəsi Yunanistandan, onun dağıntısından sonra silinir. Belə bir şey yoxdur. Many ancient cities were known to be built near fault lines despite their risks. Yəni deyir ki, bir çox qədim şəhərlər were known to be built, deyir, yəni tikilməkləri ilə bilinir. Necə? Near fault lines despite their risks. Deyir, yəni risklərə baxmayaraq, belə deyək, bu fault lines bizdə nə deyirlər? Yəni bu zəlzələ bölgələrinə yaxın ərazilər. Yəni bu tipli yerlərə tikilmişlər. Yəni bu da onu tamamlamır. Cavab olur nə? A variantı. Sonra 9-da nə deyir? What does the word intact mean in paragraph 4? Deyir, paragraf 4-də intact sözü nə deməkdir? Intact sözü yəni əl dəyməmiş, belə deyək, toxunulmamış, bu tipli mənalara gəlir. Gəlin görə aşağıdakilərdən hansı düzgün gəlir? A variantı nə deyir? Remaining undamaged or in its original state. Deyir, yəni zərər görməmiş qalmaq, deyir və öz original state, öz original vəziyyətində qalmış. Yəni düzgün cavab olacaq bu. Çünki orada demiş ki, yəni əl dəyməmiş, tam əvvəlki kimi qalan buna deyirlər. B-dəndir, being completely lost, tamamilə yox olmuş, düzgün deyil. Changing shape, ölçüsünü dəyişmək düzgün deyil. Submerging, batmaq düzgün deyil. Being difficult to find or locate, yəni tapılması çətin olmaq və yaxud yerləşdirməsi çətin olmaq. Bu da düzgün deyil. Sonra 10-cu suala baxırıq. 10-cu sualda nə deyir? Deyir, mətndəkilərdə, yəni bu suallardan hansının mətndə cavabı var. Birinci sualda nə deyir? What natural disaster caused destruction of Helic? Deyir, yəni hansı
təbii fəlakətlər onun dağılmasına səbəb olur. O da biz də bayaq oxumuşduq. Zəlzələ və tsunami. Deməli cavabı oldu 1, biri 1. İkincisi, what major political alliance was Helic part of? Deyən hansı siyasi, belə deyək, əməkdaşlığın bir hissəsi olmuşdu Helic. Görək o da nə deyirdi orada. O da orada bizdə paragraf 1-də hər hansı bir lig var idi, onun bir hissəsi olduğundan söhbət gedirdi burada. Baxın burada. Achean League. Baxın, member of Achean League. Və burada da elə burada da yazıb ki, a prominent political and military alliance. Yəni ki, bu, hara getdi bu? Bu Achean League-in bir üzvüymüş. Deməli oldu 1-2, 1-2. Üstə nə deyir? How long did it take for Helic to be rediscovered? Deyir, o Helic'in, belə deyək, onun tapılması nə qədər vaxt aldı? O da bayaq oxumuşduq orada. Təxmin 2000 il alır. Yəni 2 millennial yazmışdı orada. Deməli 3-ün də cavabı var bizdə. 4-də how many people survived the destruction of Helic? Deyir, yəni bu Helic'in dağıdılmasının, dağıntısından nə qədər insan sağ qalır? Belə bir məlumat yoxdur bizdə. 4 səhvdir. 5-də what role did Poseidon play in Helic's history? Yəni bu Helic'in tarixində hansı rol oynayır? Onun hansı rol oynamağından söhbət getmir. Sadəcə insanların bu dənizalları Poseidona inandığından söhbət gedirdi. Cavab oldu nə? 1, 2, 3. Keçək növbəti mətnimizə. Növbəti mətnimizdə də bu Moai of Easter Island-dan söhbət gedir. Görək indi buradakı suallarımızda nə deyirlər bizə. Okay, 11.1. Easter Island is located close to mainland of Chile. Deyir ki, yəni bu Chile nədirsə, bura mainland'a yaxın imiş. Amma burada mainland normalda qitə deməkdir. Qitə nə idi? Materik filan mənasına gəlir də. Burada yəqin ki, yəni mərkəzi deyir. O mənaya gəlir hər halda. Yəni baxırıq düzgündürmü? Deyir ki, Easter Island is one of the most isolated inhabited islands on Earth. Despite its remoteness, the island is famous for its nearly 900 massive stone statues known as moai, which have puzzled researchers for centuries. These impressive monolithic figures carved from volcanic rocks stand as silent witnesses to one thriving civilization. Yəni buradan görürük ki, ilk cümlədən deyir ki, yəni təxminən 3700 kilometr uzaqlıqdaymış bu sahildən. Amma burada nə deyir? Burada deyir yaxın imiş, close. Deməli oldu nə? False. Düzgün cavabımız oldu nə? B variantı. 11.2. The Rapa Nui people believe that Moai statues provide spiritual protection. Deyir, o inanırmışlar ki, bu Moai belə heykəlləri onlara spiritual protection təmin edir onları. Yəni qoruyur onları, belə deyək. O da burada harda yazmışdı, bizə baxırıq. İkinci paragrafda bu barədə bizlə danışırdı. Görək nə deyirmiş. Each statue represents an ancestor. Deyir ki, yəni hər heykəl bir ancestor, yəni onların bir əcdadını təmsil edir. Believed to offer protection and guidance to the community. Deyir ki, inanılır ki, bu onlara protection təmin edilmiş. Yəni onlara qoruma ilə təmin edilmiş. Düzgün deməli nə oldu bunun cavabı? True. 11.3-də. Their scholars have successfully deciphered the Ron-Gorongo writing system. Deyir, yəni bu scholars uğurlu şəkildə həmin bu yazı sistemini deşifrə eləyirlər, yəni onun şifrəsini qırırlar. Görə düzgün cavabdırmı, yoxsa səhvdirmi? Bu barədə 3-cü paragrafda yazmışdı onun yazı sistemindən. Deyir ki, developed a unique writing system called nəsə bu, which remains undeciphered to this day. Deyir, bu günə qədər hələ də şifrəsi qırılmamış vəziyyətdə qalır. Deməli 11.3-də oldu nə? False. Çünki hələ də şifrəsi qırılmayıb. 11.4. The European explorers helped the Rapa Nui civilization grow and flourish. Yəni Avropalı araşdırmalar bu Rapa Nui sivilizasiyasına böyüməyə və çiçəklənməyə kömək etmişdilər. Görək bu düzdürmü, səhvdirmi? Bu barədə harda danışırdı bizə? 4-cü paragrafda bundan danışırdı. Despite their achievement, the Rapa Nui civilization faced a dramatic decline. By the 18th century, deforestation, overpopulation and resource depletion led to the internal conflicts and social collapse. Burada demir. European explorers arriving in the early 1700s introduced disease that further devastated the population. Yəni bu Avropalı araşdırmaçılar belə deyək, 1700-cü ildə çatırlar, deyir və bura xəstəlik gətirirlər, deyir hansı ki bu əhalinin daha da məhv olmasına gətirib çıxardır. Deməli oldu nə? Bunun cavabı false. Yəni burada əhaliyə böyümə əvəzinə onların daha çox
belə deyək, xəstəlikdən ölmələrinə, dağıdılmasına gətirib çıxardır. Sonra görək 12-ci sualda bizdən nə soruşur? Deyir ki, what makes the transportation of mild status mysterious? Deyir, onun transportation, yəni belə deyək, transportation, orada nəqliyyatını və yaxud buradakı bu heykəllərin daşınılmasını nə sirli edir? O da görək, harada yazmışdı bizdə bu barədə. Bu barədə ikinci paragrafda bizdə danışırdı. Görək nə deyirmiş orada. Burada deyir ki, baxın bu hissədə. Deyir ki, bu belə deyək, heykəllərin were transported across the island remains mystery. Yəni necə daşınılması hələ də sirr olaraq qalır. Deyir ki, some theories suggest deyir, bəzi teoriyələr təklif edir ki, və yaxud deyir ki, they were rolled on logs. Onlar ağac kökləri üzərində gedirmi, aparılırmış. Deyir, digərləri, while others təklif edir ki, that they were walked into place using in complex rope system. Yəni bunlar qarışıq bir ip sistemi vasitəsilə yeridilərək aparılmışlar. Yəni ki, burada müxtəlif texnikalardan falan istifadə olunurmuş. İndi görək burada hansı düzgün gəlir. Adı nə deyir? Were carved from a known material. Yəni bilinməyən bir materialdan onlar belə deyək oyulubmuş. Belə bir şey düzgün gəlmir ora. B-də lacked advanced tools and machinery. Deyir ki, onlar belə deyək, inkişaf etmiş vasitələrdən, avadanlıqlardan və maşınlardan yox imiş, yəni ondan çətinlik çəkilmişlər. Yəni onlarda azlıq imiş bu barədə. Yəni bu düzgün cavab ola bilər, uyğun gəlir biraz. Görək C-də nə deyir? The statues disappeared from their original locations over time. Deyir, öz orijinal yerlərindən zamanla onlar gözdən itir, yox olur. Belə bir şey düzgün getməz ora. Some modern statues are too small to have required transport edir. Bəziləri çox kiçik imiş transportation, daşınma ilə təmin etmək üçün. Bu səhvdir. Modern statues were never actually moved from their quarries. Yəni öz yerlərindən heç vaxt onlar tərpəməyiblər. Bu da düzgün deyil. Yəni baxırıq ki, düzgün cavabımız oldu nə? B. Yəni daha məntiqli cavab elə B-dir. Digərləri həm məntiqi baxımdan düzgün gəlir, həm də cümlənin mənasında düzgün gəlmirlər. Keçək 13-cü suala. 13-də nə deyir? Deyir ki, Rongorongo script is. Rongorongo scriptdən harada danışırdı bizdə? 3-cü paragrafda bizə deyir ki, nə deyirmiş burada? Deyir ki, in addition to their statues, Rapanui developed a unique writing system called Rongorongo. Yəni, onların bu heykəllərinə əlavə olaraq, onlar deyir, unikal bir yazı sistemi belə deyək, kəşf edirlər. Rongorongo adlandırmış. Which remains undeciphered to this day. Yəni, bu günə qədər o hələ də şifrəsi qırılmamış vəziyyətdə qalır. Unlike other Polynesian cultures, yəni bu digər Polinesiyan kültürlərin, mədəniyyətlərin əksinə olaraq, Rapanui writing consisted of intricate glyphs, possibly used for recording genealogy, rituals, astronomical observations. Deyir ki, onların bu Rapanui writing sistemi, yazı sistemi qarışıq qlifslərdən deyir, yəni belə deyək, possibly used for recording genealogy, yəni bu genealogiləri rekord eləmək üçün istifadə olunmuşlar. Rituallar, astronomical observation, yəni rituallardan, astronomical müşahidələrdən filan ibarət imiş. Yəni onların hamısı onun tərkibində var imiş. Scholar continue to study these symbols, hoping to unlock the secrets of islands past. Yəni deyir, bu scholarlar bunları araşdırmağa davam edirlər və güman edirlər ki, yəni bir gün bunun sekretini tapa bilərlər. Gəlin baxaq görək hansı 13-də bizə düzgün gəlir. A simple writing system used by all Polynesian cultures. Yəni simple writing sistemdir, hansı ki bütün Polynesian kültürlərdən istifadə olunmuş, amma səhvdir. Orada ki, yəni unikal idi bu digərlərindən fərqli olaraq. Fully understood by modern scholars. Yəni bu modern scholarlar, yəni elm adamları tərəfindən tam şəkildə başa düşülür səhvdir, çünki hələ də onlar onu deşifrə edə bilməyiblər. C-də a mysterious form of writing that has not yet been deciphered. Yəni belə deyək, sirli yazı formasıdır, hansı ki hələ də şifrəsi qırılmayıb. Düzgün cavab olacaq bu. D-də nə deyir? Written on the surface of Moai statues. Deyir ki, bu Moai heykəllərinin səthində yazılıb, belə bir şey demir. A form of communication introduced by European explorers. Yəni bir ünsiyyət vasitəsidir. Bu Avropalı kəşfiyyatçılar, axtaranlar tərəfindən ora gətirilib, ora bildirilib. Bu da səhvdir. 14-də nə deyir? What does the word depletion means? Depletion nə deməkdir? Depletion tükənmə deməkdir. Gəlin baxaq görə aşağıdakilərdən hansı düzgün gəlir. A-da nə deyir? A sudden increase, yəni qəfil artma, bu səhvdir. Gradual reduction, deyir, yəni tədricən azalma. Exhaustion of something, nəyinsə tükənməsi. Düzgün cavab olaraq B variantı.
C-də nədir? The ability to remain unchanged over time. Deyir, zamanla dəyişmək qalma bacarığı səhvdir. Discovery of new materials for survival. Deyir, sağ qalmaq üçün yeni materialların kəşf edilməsi səhvdir. The process of protecting the environment from damage. Deyir, yəni təbiəti zərərziyandan qorumağın üsulu. Görək 15-ci sualda nə deyir? Yəni deyir, hansı mətnin, belə deyək, hansı sualların mətnində cavabı var. Gəlin görək 15-də nə deyir? Birinci də nə deyir daha doğrusu? What materials were used to carve the Moai statues? Deyir, Moai heykəllərini carve, yəni oymaq üçün hansı materiallardan istifadə edilirmiş? O da orada var idi ki, bizdə birinci paragrafda harada yazmışdı? 12 volkanik qayalardan istifadə edilirdi. Baxın burada. Carved from volcanic rocks və bunlar. Deməli, volkanik qayalardan falan istifadə edilmiş. Yəni, birinci cavabı var. 1. 2-də, what challenge did Japan new civilization face? Yəni, hansı çətinliklərlə üzləşmişdilər? O da paragraf 4-də bizdə yazmışdı ki, onlarda bu, belə deyək, meşələrin qırılması, baxın, deforestation, overpopulation, əhalinin artması, resursların azalması, yəni bu tipli çətinliklərlə bunlar üzləşibmişlər. Yəni, 2-də düzdür. 3-də, how many Moai statues were created on Easter Island? Yəni, bu Easter Island'da nə qədər Moai heykəlləri yaradılmış, bu barədə məlumat yoxdur. Bunu çıxdıq, 3-ü çıxdıq. 4-də, what impact did Moai have on European explorers? Yəni, hansı təsirlər olmuş bu Moai'nin Avropalı kəşfiyyatçılar üzərində? Bu səhvdir. Çünki Avropalı kəşfiyyatçıların Moai'lər üzərində təsirləri olmuşdur. 4 səhvdir. 5-də, how do modern researchers believe that Moai were transported? Yəni, bu müasir, belə deyək, araşdırmacılar inanırlar ki, bunlar necə daşınılıbmış. O da orada var idi. Kötüklər üzərində sürünməklə, müxtəlif kəndirlər və filan vasitəsilə. Demək, düzgün cavabımız oldu nə? 1, 2 və 5. Keçirik indi bizim qrammatika suallarına. Görək 16-cı sualda bizə nə deyir? Deyir ki, choose the correct variant. Düzgün variantı seçin. 16-da. His nöqtələr boşluq of the language enabled him to understand the words of old Italian. Your wife took all da nələrsə. Okey, deməli burada biz uzlaşmalara, cəmləmələrə falan verməliyik. Knowledge sayıla bilməyəndir, bilgi deməkdir. Yəni B-dir, C-dir, D-dir. Bunları atıram, gedir. Eləmi? Qaldı bizdə nə? A və Y variantları. Niyə B, C-dəni atdıq? Çünki bunları cəmləndiribdir, knowledge cəmlənmir. Ona görə B, C-də səhvdir. İndi A-nı yerinə qoyaq. Deyək ki, his knowledge of the language enabled him to understand the words of an old Italian. Deyir ki, onun dil biliyi onu köhnə İtalyan dilində olan sözləri başa düşməyə kömək eləyir. Yəni, başa düşməsinə yardımcı olur. Belə bir şeydir. Your wife took all. Oldu deyirsə, bundan sonra gələn cəmdə olmalıdır. Baxıram ki, burada belonging yazıb, burada belongings yazıb. Belonging də nədir? Şəxsi əşyalar, yəni insana aid olan əşyalar. Həmin adamın əşyaları, nə bilim, ona aid olan nələrsə. Burada təklə yazım, burada cəmdə yazıb. Oldan da sonra demiş ki, cəm olur və belonging də sayıla biləndir. Deməli, cəmlənməlidir. Buna görə A səhvdir. Oldu nə? All the belongings and went away with. Bu cəmdə olduğuna görə bundan sonra gələndə cəmdə olmalıdır. With them. Deyir ki, onun, belə deyək ki, arvadı bütün əşyaları götürür və onlarla gedir. Cavab oldu nə? Y variantı. Sonra 17-yə baxırıq ki, 17-də nə deyir bizə? 17-də deyir ki, we didn't want to stay. Town-da nə olurdu bizdə? Demişdik ki, burada in olmalı. In town. Boşluqlar such a hot day. Day sözü varsa orada, ümumiyyətlə orada on olmalıdır. On a hot day, on a cold day, bu tipli ifadələr olur. So we went country. To the country. Kəndə və yaxud ölkəyə belə bir mənalara gəlir. Cavab oldu nə? C variantı. Sonra 18-də. I want to know, deyir, mən bilmək istəyirəm ki, və complete a sentence deyir, cümlə tamamlamadır. Demiş ki, bu tipli testlərdə sual cümləsi olanları çıxmalıyam. Mənə hansı nəqli cümlədir, sonra götürməliyəm. Baxın, A variantında which competition he will take part in. Bax, which competition, okey, bu suallıdır, eləmi? Yəni, bu iki hissəsi düzdürmü? He mübtədasıdır, will take xəbəridir, that will take part xəbəridir, indəki orada axırda olmalıdır. Düzgün cavab olacaq A variantı. Çünki hər şey öz qaydasından normal nəqli cümlədir. Baxın, görək B niyə səhvdir? Which competition will he take? Will he əvvəlinə yazıb, bunu suala salıb. Deməli, sual cümləsi olanlar dedik ki, çıxırıq. B səhvdir. Sonra burada nə yazıb? In what competition will he take part?
Burada ümumiyyətlə cümləni bir-birinə qatıbdır. Yenə will he-dən əvvəldir, ona görə səhvdir. D-də what competition did he take part? Yenə he-dən əvvəl did yazıbdır. Sualdır, ona görə səhvdir. Y-də nədir? What competition does he take part? Burada da he-dən əvvəl does yazıbdır. Deməli, Y-də səhvdir. Cavab oldu nə? Bizdə A variantı. Sonra 19-da. Deyik ki, make up story, hekayə qur. Görə burada bizdə nədən söhbət gedir? An old woman carrying a heavy basket took the same train. When he saw an old man, he got up, said, nə bilim nələrsə, but he said, once a general was traveling in a train. Baxın, once sözü var burada. Normalda once sözü varsa, onunla başlamalıdır cümlə. Yəni, birinci götürüb once. Sonra, deyək ki, once a general was traveling in a train full of people. Deyək ki, bir gün bir general bir qatarda, çox insanla da olan bir qatarda səyahət edirmiş. Görək sonra hansı ola bilər? She walked at last, at once, a lot of men student offered their bu düzgün deyil. She walked from one carriage, yəni ki, nəsə deyir. Görək birinci nə deyir? An old woman carrying a heavy basket took the same train. Okay, burada same train sözünə görə bu 4-dən sonra biri götürə bilərəm. Deyək ki, yaşlı bir qadın ağır bir basket, yəni belə deyək, səbət götürübmüş həmin qatarda. 4-dən sonra bir gələ bilər. Sonra görək hansı ola bilər. Sonra 7 oxşuyur. She walked from one carriage to another. Deyir, o bir qatardan, from one carriage to another but could not find a seat. Yəni bir vaqondan digər vaqona gedirmiş, deyir, amma oturmaq üçün yer tapa bilmirmiş. Nobody offered her one. Deyir, heç kəs ona birini təklif etmirdi. Oldu 7, 4-1, 7. Sonra görək hansı ola bilər. Sonra baxaq ki, buradan deməli 5 yox, 6. At last she came to the place. Deyir, sonunda o bir yerə gəldi. Where general was sitting. Deyir, haradakı general otururdu. 6. Sonra görək 6-dan sonra nə gələ bilər? 6-dan sonra 2 gələ bilər. When he saw the old woman, he got up and said. Deyir ki, nə vaxt o yaşlı qadını gördü, ayağa qalxdı, 2 hara getdi? Ayağa qalxdı və dedi, zəhmət olmasa oturun. Deməli, olar 2. Baxaq görək var bizdə 4, 1, 7, 6, 2. Oldu Y variantı. Yəni, digərlərini yerinə qoyaq görək, düzgün gəlirmi? At once, a lot of men stood up and offered their seats to the general. Deyir, yəni, o dəqiqə dərhal çoxlu adamlar qalxdılar və yerlərini generala, belə deyək, verdilər və təklif etdilər. Sonra 5-i dedik, sonra 3 gələr. But he said, you didn't offer a seat to this woman. Deyir, siz bu qadına yer təklif etmədiniz. Amma mənə təklif edirsiniz. Və 8. 8 mi? Yox, 8 yox. Hə, 8. 5, 3, 8. Thank you, I prefer to stand. Deyir, təşəkkürlər, mən ayaq üstə qalmağı üstün tuturam. Cavab oldu nə? Y variantı. Sonra 20-ci sual. Nə deyir burada? Choose the wrong pairs of synonyms. Yəni deyir, yanlış sinonimlər cütlüklərini tapın. Remedy müalicə etmək, cure müalicə etmək. Deməli 1 düzdür, bunu çıxıram. To alter dəyişmək, to remain qalmaq. 2 səhvdir, 2-ni götürürəm. To calculate, to contain. Calculate hesablamaq, contain tərkibində saxlamaq, ehtiva etmək. Yəni 3 də səhvdir, əlaqəsi yoxdur bir-biri ilə. To stimulate, yəni bu da həvəsləndirmək deməkdir. To encourage, bu da həvəsləndirmək deməkdir. Deməli 4-də çıxırıq düzdür. 5-də to dispose of, to get rid of. To dispose of yəni silmək deməkdir. To get rid of da ortadan qaldırmaq, silmək deməkdir. Düzgün cavabımız oldu nə? 2 və 3. C variantı. Ümid edirəm başa düşdünüz. Bugünlük bu qədər. Nəsə sualınız olsa yazıb soruşa bilərsiniz. Hər birinizə uğurlar. Çox sağ olun.